Salam, əziz izləyicilər. Bugün sizinlə yeni bir RFÖ sualına baxacağıq. Demək, məsələnin şərtində deyilir: kürəciyə ən azı nə qədər sürət vermək lazımdır ki, radiusu r bərabər 50 sm olan novun təpəsindən düşmədən keçsin. Sürtünmə nəzərə alınmır. Şərtdə 10 verilibdir. Əgər sürtünmə nəzərə alınmırsa, burada biz enerjinin saxlanma qanunundan istifadə edəcəyik. Gəlin ilk öncə şəkli özümüz üçün aşağıda daha böyük formada çəkək. Demək, kürəcik v sürəti ilə demək bu yolu gəlir və gəlib bu novun bu hissəsindən sürüşmədən, belə deyək, keçməlidir. O hansı sürətlə gəlməlidir ki, buradan sürüşmədən keçib gedə bilsin. Buradan keçəcəyi sürət v1 olacaqdır. Və bunu da qeyd edək. Və yerdən təbii ki olan hündürlüyə də fikir versək, həmin o novun təpə nöqtəsi həm müəyyən hündürlükdədir, həm də oradan v1 sürəti ilə keçəcəkdir. Buna uyğun biz tənlik yazacağıq. İlk öncə onu da deyim ki, bu kürəciyi aşağıya doğru mj ağırlıq qüvvəsi təsir edir və onu aşağıya doğru dartmağa çalışır. Həmçinin əslində dayağın reaksiya qüvvəsi də aşağıya doğru təsir edir. Və mən tənliyi belə yazmalıydım. N üstə gələk mj bərabərdir ma. Lakin v1 sürəti ilə düşmədən keçmək, bu deməkdir ki, sanki asılı vəziyyətdə keçir. Yəni, həmin an dayağın reaksiya qüvvəsini 0 götürə bilərəm. Onda mj bərabərdir ma alaram. Hər tərəfdən m'ləri açsam, a bərabərdir j olar və a-nı da həmçinin v kvadratı r bildiyimizə görə buradan v kvadratı bərabərdir jr alaram. Yəni, bu yadımızda qalsın. Daha sonra enerjinin saxlanma qanunundan istifadə edirəm. Mənim kürəciyim burada v sürəti ilə hərəkət edir. Gəlir burada v1 sürəti ilə hərəkət edir. Həm də dediyimiz kimi burada bir h hündürlüyü var. Deməli, buradakı kinetik enerji, buradakı potensial enerji ilə kinetik enerjinin cəminə bərabərdir. Çünki sürtünmə nəzərə alınmır. Onda y kinetik 1 üstə gələk y potensialı. Y kinetiki burada mv kvadratı böl 2 demişik. Oradakı y kinetik 1-ə mv1 kvadratı 2 demişik. Üstə gələk mjh. Dedik ki, həmin bu h üçün 2r yaza bilərik. Çünki yerdən çevrənin diametri hündürlüyündədir. Həmçinin v1 kvadratının da yerinə jr yaza bilərik. Yəni, bu v1 kvadratı idi. Belə, hər tərəfdən biz m'ləri ataq və hər bir tərəfi 2-yə vursaq, v kvadratı bərabərdir v1 kvadratı üstə gələk 2jh alarıq. Yazırıq v kvadratı bərabərdir v1 kvadratının yerinə jr üstə gələk 2j, h-ın da yerinə buradan 2r yazsam, bu ifadə 5jr olacaqdır. Demək, v kvadratı bərabərdir 5jr. 5 vurulsun, j-nin qiyməti 10, r də 50 sm verilibdir. Yəni 0,5 metr. Buradan
biz v kvadratı üçün 25 alırıq. V-nin özü isə əlbəttə ki 5 metr bölünsün saniyə olacaqdır. Doğru cavabımız olacaq A variantı 5 metr bölü saniyə. Belə ümidvaram ki faydalı olar. İzlədiyiniz üçün təşəkkür edirəm.